Uzunluğu 50 kilometr olan Tovuz rayonunun 10 yaşayış məntəqəsini rayon mərkəzi və ətraf yaşayış məntəqələri ilə birləşdirən avtomobil yolunun ikincisine 2019-cu ildə başlanılsa da, bu yolun tərkib hissəsi olan rayonun dağlıq ərazisində yerləşən 5 kəndə gedən yolda yol tikintisi naməlum səbəblərdən yarımçıq dayandırılmışdır. Tovuz rayonunun Sarıtala, Ağaçqala, Çoban Sığınaq, Qoç Dərəsi, Yoğunbulaq kəndlərinin yarımçıq qalmış yolları barəsində daha ətraflı məlumatı ASTV xəbərin növbəti buraxılışlarından izləyə bilərsiniz. Dağ kəndləri var. Mən oraya getdim, gəldim da, məsələn üçün, burada hələ yay vaxtı cəhənnəmdə adamlar edib bitər. Burada qışda yaşamaq, inanın ki, cəhənnəm oradan çox rahatdır. Bəs o dediyi 4000 adam neynəsin axı? Neynəsin? Mən demirəm, Elçin deməsin, siz durum deyin. İlham Əliyev, sən çıx deyin. Baş nazir, Əli Əsədov, çıx deyin, Rusça deyin. Canı cəhənnəm, başa düşərlər. Sən Azərbaycanca bilmirsən, Rusça deyin. Nə bilim, o parlament sədri var. Deyirlər ki, xaricdə ölkəmizi yaxşı təmsil edir. Xaricdə təmsil eləmək lazım deyil, sənin ölkədə vətəndaşın acından ölür orada. Oranın deputatı var. Nədir o keçmiş KGB-şlik, nədir onun adı onun? Arzun Ağayev. Arzun Ağayev. Arzun Ağayev desin ki, deputat seçiləndən bu günə kimi bir dəfə gedib orada cəmaatdan maraqlanıb ki, sənin orada dərdin nədir? Belə. Bu da bu şeyler olmasın diye. Arzun Ağayev oradan deputat olmamalıdır. Ondan sonra oranın icra başçısı, rayonun icra başçısı, o kəndin icra nümayəndəsi, bələdiyyə sədri, kənddən rayondan qovulmalıdır, rəsmən qovulmalıdır. Boykot olunmalıdır. O şeyler olmasın diye adamlar o vaxtı daddan, deməli Sibirdən, o tərəfdən, Uraldan şaxtyorlar, nədir, şaxtaçılar. Kaskalarını bir dəllərində dubinka götürüb gəlib prezident aparatın qabağında, belə dubinkana kaskanı dövdülər Moskvada, Kremlin qabağında. Orada da bəlirli problemi həll oldu. Bir zəhmət yığılsınlar, özdə piyada, yolun sağına soluna, yollar kəsmək yandı. Piyada üzü Bakı. Harada nə olar, onsuz da kənddə soyuqdan ölür də bu da. Gəlsinlər Bakıya bax. İndi bunun qabağına polis çıxardacaq, nə varacaq? Yəni, bu bariyerləri aşa bilməmiz lazımdır. İstər o kənd olsun, istər bu kənd olsun. Tək o kəndlər elə deyil ki, güya Şəmkirin o Mahtunizad vardı o vaxtı, Barın Barsınzad, indi adını nə qoyub, günəşlər qoyub. Güya oralar ondan yaxşıdır ki, güya Gədəbəyin o dağ kəndlərində vəziyyət ondan yaxşıdır ki, güya Qubanın, Qusarın, Qəbələnin, nə bilim, o uzaq dağ kəndlərində vəziyyət ondan yaxşıdır ki, bütün ölkə belədir da. Bu zaman nə baş verəcək, verməlidir? Adamlar kimin qarnı toxdur qalsın. Kimin ki ocağının içisi yoxdur, ocağı yanan ocağı yoxdur, evində canı qızmır, kimin ki kəsməyə çörəyi yoxdur, yandırmaq odunu yoxdur, onsuz da yoxdur da, evdə oturub soyuqdan olmaqdansa hərəkət edəcəksin, hərəkət. Hərəkət nədir? Düşəcəksən, yol halini alacaqsan, bax belə danışa gülə-gülə, 1-3 gün, 5 gün piyada, 15 gün. Və bütün dünya görəcək ki, bütün rayonlardan İnsanlar yüzlərlə, minlərlə, 10 minlərlə insanlar Bakıya yürüyüş eləyir. Nədir? Qaz yoxdur. Harada qaz yoxdur Azərbaycanda? Bütün dünya şoka düşəcək ki, bu Azərbaycan dünya qaz satır axı. Necə bunda qaz yoxdur? O da bildiyim. Yəni bu şeyləri, indi mən o bayaq yoldaş dediği dəyərlərlə ağarsın ki, mən bunu neçə dəfə deməliyəm ki, 4000 adam nümunə olacaq. Onlar gəlsinlər. O zaman göreceğim Qubarlılar da geldi. O zaman göreceğim Şəmkirlilər de geldi. O zaman göreceğim böyle. Bunun hamısında bu kadar insanı tutmak olmaz, öldürmek olmaz. Ne bileyim, qazamaktan katmak olmaz. Vapşı niye tutacakça adamı? Kardeş şimdi benim evimde gaz yoktu, su yoktu da. Yolun qırağında yürümək benim evimden istedi yani. Yani bu adamlar özləri, ben həmişə demişəm, mələm yenə, məmə yoktu. Bu söz elə belə değil mi? Dəfələrlə demişəm, bir də deyim. Təkrar birinin anasıdır. 2 uşaq var.
Biri ağlağa çıkırgan uşaqdır. Bax belə özünü öldürür gecə gündüz. Anadan tez olur. Belə göz açılmıyor ha. Bilin. Biri də təbiətçi sakitcə ağlayıb eləmir. O ağlayan uşağı anası kuruklu sütka. Sütka ərzində bax burada tutur. Bax belə. Gecə kiri. 15 dəqiqə imkan ver. Gözümün çimirini alım deyə. Bəzən yadından da çıxır ki, o ağlamayan uşaq o yazıq acından ağınır orada. Ona da bir balaca məmə versin, bildin mi? Bax, mələm yəndə məmə verməzlər odur. Mələm yəndə məməsi olmaz. Haray, səs, küy, bağır, çığır olmadısa, olmaz. Bax, bu dünyanın hər yeri, Amerikada belə gəlib indiki halına çıxıb, Almaniyada belə gəlib indiki halına çıxıb. Ne bileyim Kore'de, Japonya'da, hamısında. Sen sus, sakit dur, eşit görək ne olacak, eşit deme. Onu deme, akiri, ay ne bileyim kızın üstü okur, ne bileyim kıymetini keserler. Akiri qədəs şərikədir, başına gelir. Akiri kardeşin türmədədir. Akiri əmin oğlu ne bileyim polisdə işləyir. Akiri orada ne bileyim kız filan gəlsin katibəsidir. Belə evde de acından öl. Ya odun olmalısan, ya odun olmalısan. Odun alsan acından öleceksin. Acından öleceksin. Odun almasan soğuktan öleceksin. Ölenden sonra ne farkı var? Eli beli öldü ha. Kışkır bağır öldü ha. Tikintisi 3 il əvvəl bitən bu yol Tovuzluları rahat və təhlükəsiz mənzil başına çatdırmalı idi. Rayonun 10 kəndini birləşdirən yolun bir hissəsi nədənsə asfaltlanmayıb. Bəs necə olub ki, yolun 2 kilometri asfaltlamadan qalıb, kəndlilərin də cavabını tapmaq istədiyi sual budur. Gedib gəlməyə nə qədər az çıxdı, 25-30 manata yaxın xərc çıxar qızım. İki yolumuz berbat haldadır. Gedəndə buradan taksilərlə gedirik, gedib gəlməyimiz çox baha başa gəlir. Kətdə yaşamaq üçün, kətdən şəhərə axın olmamaq üçün, kətdə əsas 3 problem var. Yoldur, işıqdır, qazdır. Bu kətdə də onun heç biri yoxdur. Gəldi buraya icra başçısı dedi, hər şey eləyəcək, yolların dedi, asfalt eləməsək də durbalar qoyacaq su keçid yollarına. Onun həçasını eləməli, 3 dəfə gəldi, heç nə eləməli. Prezident İlham Əliyev 2016-cı ildə Tovuzun 10 kəndinin yol tikintisinə 4 milyon manat ayırıb. Tikinti 2020-ci ildə yekunlaşıb, hətta ölkə başçısı yolun açılışında şəxsən iştirak edib. Açılışda bildirilib ki, bundan sonra kəndlilər Tovuzun mərkəzinə rahat gedib gələ biləcəklər. Vətəndaşların gözləntiləri özünü doğrultmayıb. Hazırda həbsdə olan iş adamı keçmiş deputat Nazim Bəydəmirli hələ həbsindən qabaq Facebook hesabında layihəyə ayrılan pulların mənimsənildiyini yazmışdı. Belə asfalt töküblər. 50 metri də olmaz heç. Güya sənətdə bu yol tam asfaltlanıb. Bu yol görürsünüz də qəribə, çox qəribə.